Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Rəqsanə İsmailova Instagram hesabında yeni video paylaşıp özünü filtrlə çəkən müğənni görünüşünü çox bəyəndiyini və onu bu cürə gözəlləşdirə biləcək cərrahın olub olmadığını və ona müraciət edilməsini istəyib. Həmin anları sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Salam, gününüz xeyirli, uğurlu olsun. Deyirəm ki, bu telefonlara ne yaxşı qoyublar bu şeyi. Adam özünü tanımır burada. Elə bilsən ki, deyirsən, ay Allah, sonra bu kimdir? Bax, mən belə əməliyyat istəyirəm. Məni belə əməliyyat eləsinlər. Bax, belə qız olum. Gör, nə gözəldir, sən Allah. Özüm az qalıram, vurulam. Məni belə əməliyyat eləyə bilən doktorlar mənə yazsınlar, xahiş edirəm. Amma bu şəklim, bax, bu videom kimi olum. Bax, belə. Bu gözəllikdə qız olum, gör nə gözəl oluram sən Allah. Düzdür, özüm gözəl adam deyiləm, amma bu filtr adamı çox qəşəng eləyir, super. Bu arada bilirsiniz də, Mart ayının 18-də Allahın izinlə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsertimiz olacaq, solo konsertimiz olacaq və mən tək deyiləm, bilirsiniz, qızım Aysun'la beraber solo konsertimiz olacaq. Biletler